Meteorologiya proqnozlara əsasən, bugün ölkənin bir sıra bölgələrində intensiv yağıntıların müşahidə olunacağı, bəzi ərazilərdə qar yağacağı gözlənilir. Qeyd olunan əlverişsiz hava şəraiti yollarda sürüşmə ehtimalını artıra, hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Yeni Sabah məlumat verir ki, bu haqda Baş Dövlət Yol Polisi İdarəsinin gözlənilən hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciətində bildirilib. BDYPI gözlənilən hava şəraitini nəzərə alaraq sürücü və piyadaları diqqətli və ehtiyatlı olmağa çağırıb. Unutmayaq ki, hərəkət vaxtı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsizlik üçün yetərli qədər ara məsafəsi saxlanılmalıdır. Kəskin manevrlər, təhlükəli ötmə əməliyyatları aparmaq yol verilməzdir. Eyni vaxtda avtomobillərin texniki vəziyyətinə, xüsusilə təkərlərin mövsümə uyğun şinlərlə təchizatına, əyləc və işıq sistemlərinin sazlığına diqqət yetirilməlidir. Unutmayaq ki, hava şəraitindən asılı olmayaraq, yol hərəkəti təhlükəsizliyi hər birimizin birbaşa məsuliyyətidir.